Salam dostlar, kanalımızın izləyiciləri, hər birinizi xoş gördük. Qədirxan bağından yeni bir çəkiliş. Demək dostlar, bu mart ayının 3-ü 2025-ci il. Havalar artıq isinir. Neçə gündür şaxtalı qarlı hava. Və parniklərdə inkişaf davam edir. Demək biz nəyi göstərir? Bax, hava mütləq lazımdır ki, buradan düzdür, bizdə o dərəcədə yoxdur. Yəni belə olmasın. Artıq parnikləri havalandırmaq lazımdır ki, nəmişkənlik içərini məhv eləməsin. Demək biz əgər bu istixananın üstün tez örtsəydik, böyük problemlər olardı. Əvvəldən açan 1-2 dənə gülü, bunlar şaxta vurmuş güllərdir. Hansı ki əvvəldən açılıb, amma ondan qalan baxın, demək hardasa bir 20 dənə gülü xilas eləmişik. Bunlar qar şaxta vaxtı tumurcuq idi, ona görə vurmamışdı. Artıq bütün orta çiçəkdir. Bunlar hamısı şaxtadan sonra açılan tumurcuqlardır. Artıq yemləməyə başlamaq lazımdır. Torpaq da isinir yavaş-yavaş. Birinci mic dərmanı vurmaq lazımdır. Sonra torpağa kök çürüməsinə aid dərmanlar vermək lazımdır. Ondan sonra yemləməyə başlamaq lazım. Əgər şitiliz canlıdırsa, belə deyək də bu qaydadadırsa, çox yemləməyə, gübrəyə ehtiyacı yoxdur. Artıq rasxod eləməyin. Əsas bunu kök çürüməsindən qoruyun. Yəni kök çürüməsi deyəndə biz torpağın altını görmürük. Bəzən elə bilir ki, şitil hər şey qaydasındadır. Sadəcə olaraq kök çürüməsi vermək lazımdır, mütləq. Mütləq bir kök çürüməsi vermək lazımdır. Çünki torpaqda mikroorqanizma çoxdur, problemlər ola bilər. Ondan qalan, əgər kökü sağlamdırsa, şitil özü öz qidasını tapıb yeyir. Belə dostlar, kanalımıza abunə olmağı unutmayın. Biz də lazım olduğu qədər videolar çəkib sizə göstərəcəyik inşallah.